uzun müddət sonra, uzun müddət sonra axır ki biz yoldaşımla çıxırıq yeməyə baş-başa, uşaqsız, yəni ilk dəfədir çıxırıq. Belə uşaqla getmişik ancaq. Gedək görək başımıza nələr gəlir. İlk dəfə sınayacağımız bir şeylər olacaq bu gün yeyəcəklərimiz. İnşallah ki, yəni gedib yeyə bilərik. Görüşərik. Çox gözəl bir məkana gəldik. Dekorasiyası, yeməkləri, personalı o qədər gözəl idi ki. Həqiqətən də 1 saatlıq Azərbaycandan çıxdıq, Koreyaya getdik sanki. Düz Koreyada heç vaxt olmamışam, amma oranın ab-havası ayrı bir dünya idi. Çox bəyəndim. Pakistanlıydı oldu Koreyalı. Sən belə qoysan, Gəncəl olsun. Belə qoysan, Bakı gedək. İşte baktım. Belə də qoysan. Tozda olur da. Biz də bunun içine kartoşka yiyelim. Çox qəşəng selfie roomları var idi. O otağı talan elədik. Amma çox qəşəng əyləndik. Orada olan hər bir şeyi yoxladıq. Və bir daha başa düşdüm ki, həqiqətən də yoldaşımızla baş-başa vaxt keçirməliyik. Bir-birimizə vaxt ayırmalıyıq. Ay, bir insana hər şeyimi yaraşar ilahi. Mən deyirsən. Özümü deyirəm. Ay da sənə baxmadım ona. Nəysə, videoda düşüb sonra baxarıq. Ay, bir insana hər şeyimi yaraşar ilahi. Videolarda Ramilin ən əyləncəli halını görürsünüz. Taxmadım heç. Bunu git taxmışdım, unutmuşdum. Mən geri qalamadım. Oydu, gözlərimə yaraşır elə Koreyalının. Mən də baxsam sən çıxırsan. Arxana qoyuyorum. Yoldaşı koyun. Ben sana o fason vermiştim telefonu. Anladım. Ben sana fason vermiştim. Uy. Bizimle gidin Kore'ye gelin. Gördün mü? Ay bak, ben onsuz da melekiydim. Bizim alet edevat kanatlarım çatır. Burada şəkil şükül hərəkətlər eləyirəm ki, videolar arası qəşəng bir keçid eləyim. Ayşəm gəlib oğula şey götürür, bir şeylə. Kütür dişlədi. Necə dedim, Moskva. Moskva bir siz Pakistanlısınız. Gelin tozu. Bağışlayın. Ay canım kocam ya. Pakistanlılara mı bezlettiler de? Tripodumuzu da getirmemişler. Gerek getirerdim yukarıdan. Ay da dolanıp bak. Ay benim kocam bir daha. Yüz sadəlləşib vuruşandan sonra axır ki oturdum, rahatladım. Mən də qəşəng Allah gerçekten ne canım ben. Ama hiç ben istediğim yok. Ben topu istiyorum. Bunu yiyen çıtır kabarlar. Gelen de. Növbəti bir 2-3 il sonra. Minimum. Öyle yapma. İnsandır kendine. O ben. Videonu editləyəndə orasını kəsərsən, burasını kəsərsən deməkdən bir təhər elədim. Müəyyən qədər qulaq assam da, müəyyən qədərindən qulaq asmadım təbii. Məndə də var bak. Başa. Tamam. Paşam bu hafızayı sen okşayır. Nasıl her şeyim okşayır? Paşam bir tane bir şey yoktu ben okşayır. Bir tane alerji okşayır sağ ol. Alerji kuşağı olup ben okşayayım. Yaxşıyım. Alerji Sağ nerede? Alayım. Değil mi daha? Kıza bak. Ağzımı yüzü görsen. Bığın. Bığın ağzı bir 200'den. Ağzı oldu 200'den. Paşam ağzı da ağzı. Buralarda. Böyle yarık kimi yeniden var. Ha, bura koysam olar. Olar. Hadi öyle. Videoda görəcəksiniz, bəzən türk dilində sözlər istifadə edirəm. İndidən deyim, üzürlü sayın.
Çünki biz türklərlə daha çox işləyirik və təbii ki, bir müddət Türkiyədə yaşamağım da buna təsir eləyir. O şey Kung Fu Panda'da savaşçılar. Böyle. Sonra aşağıda güç xəngəlini tutuyor. Bu necə görüntüdür axı, videonu editlədikcə də canım çəkir. Bu da kimbab. Kimbab da çox ləzzətli idi həqiqətən. Heç olmasa həyatınızda bir dəfə yeməli olduğunuz yeməklərdir bunlar. Toyuq da çox ləzzətli idi. Kimbabdan noodle. Bura mütləq ki yenə gedəcəm mən. Seni inletirim burayı. Mən buraları inlətəcəm. Tıpkı burayı inletirim ben biliyorsunuz. Sözün iyi de. Orada sən də Anladım. düşmək istəmədin. Düşmək istəmirdim qaqa. Mən elə demək istəmədim. Ay var. Direkt tablacım. Ben korkuyorum. Ben peşindeyim. Wow. Neden? Al bir tane gel. Acıdı ya. Çok iyi. Hayda. Bir yolu geldi. Burma kardalı iyi geldi. Şunu kardalı ters. Ay şeyler ne güzel. Çok iyi. Kullandılar mı yapacak? Kulağım da varmış şu an. Ha, ne oldu bu? Ne oldu? Noodle. Ne oldu? Evde olsaydım. Sos, şirin. Yiyeceğim mi? Ben şimdi yiyeceğim. Gerçekten bir olsa. Kötü dedikleri. Annemin fark ediyor. Wasabi'nin ekmeği Her sabah ekmeğin üzerine wasabi sürerdi. süreli yedim. Evde hiçbir şey yok. Somun ekmeğin üzerine. Bir somun ekmek. Somun ekmeğin arasına 2 tane California roll koymuş. Sen de böyle mi? Güzel. O zaman. Ben şu büyülerini yemek istiyorum. Videolar biliyorum. Maşallah olsun bak. Şahidi. Ne tadır gel. Çok güzel. Geri etti. Hiç istek görmemiştim. Ama beğendim. Çıktın mı gözlerini? Toyğunda da qəşəng değil ki, o kadar acı değil. Kötü yoktu. Ağzım yandı. Yeşil ağzım yandı. Çok güzel. Məncə artıq başa düşmüsünüz. Mən yemək yeməyi çox sevirəm. Yemək yeməyi sevirəm deyə mukbang videolarına baxmağı da sevirəm. Mukbang, ASMR videolarına bayılıram. Söhbətli videoları da çox sevirəm həqiqətən. Özüm də bu cür kontent yaratmaq istəyirəm əslində qalsa. Gündəlik vloqlardan daha çox. Fərqli yeməklər, fərqli dadlar yoxlamağı da həqiqətən çox sevirəm. Uzaq şərq ölkələrinin mətbəxini daha da çox sevirəm. Ədviyyatlı yeməklər, dəniz məhsulları çox sevdiyim yeməklər arasına daxildir. Kaş ki məkan biraz daha səssiz olsaydı, daha çox mukbang xarakteri daşıyardı. Bir tək buna heyfsilənirəm. Əslində videonun bu hissələrini öz səsi ilə qoymaq istəyirdim, amma heyf ki orada mahnı gedir.
sushidir. Böyük ehtimal ki telif haqqı falan var. Ona görə məcburən kəsməli oldum. Hamının məşhur bildiyi bu apatı mahnısı. Bu apatı heç cür həyatımızdan çıxmır. Uşaqlar da o qədər sevirlər ki, bacılarımla bir araya gələndə bu apatısız günümüz keçmir böyük ehtimal ki. Mən sushini həyatımda ilk dəfə 22 yaşında yemişəm. Amma həmişədən bilirdim ki, mən o sushini yesəm çox bəyənəcəm. Çünki balıq, hər türlü balıq yeməyi çox sevirəm. Amma chopstick tutmağı uşaqlıqdan atam öyrədib bizə. Ona görə də uşaqlıqdan bəri chopstick istifadə eləməyi bilirəm. Bəs siz necə sushini chopsticklə yeyənlərdənsiz, yoxsa vilka və ya əllə? Məndən olsa adi gündəlik həyatımda da yeməkləri chopsticklə yeyərdim. Bəs aranızda heç sushi yeməyən qalıbmı qızlar? Kommentlərdə yazın görək. Balıq yeməyi sevirsinizsə mütləq yoxlayın. Amma balıq xoşlamasanız belə yoxlayın deyərdim. Bacımdan bilirəm, nə qədər balıq sevməsə də sushini xoşlayır. Bu şirin acı toyuq da ayrı bir aləm idi. Hardasa 5-6 il bundan öncə mən özüm ilk dəfə bişirməyi yoxlamışdım. Çox ləzzətli alınmışdı, amma bu çox fərqli. Yəni mən internetdə baxıb Koreya üsulu bişirmişdim, amma tamamilə fərqli dadı. Eləcə də bu noodle. Hazır aldığımız o ucuzlu noodlelar kimi dadmırdı. Dadından əlavə mən hazır alınma o ucuzlu noodleları yeyəndə mədəm həmişə çox pis ağrıyır. Hətta acı yeməsəm belə. Amma bu noodle nə qədər acı da olsa 1 qram mədəmi ağrıtmadı. Porsiyalar isə möhtəşəm idi. Sadəcə noodle və ya sadəcə toyuq fərqi yoxdur. Hər hansı biri ilə doymaq mümkündür. Biz sadəcə hər birindən yoxlamaq istəyirdik deyə ortaya qarışıq bir şeylər sifariş verdik. Acı şirin. Bu da iki bana ya. Gözüm oldu, gözüm acı değil. Benim gözüm yani acı yoktur. Acı bize işler mi bacı? Acı bize işler mi bacı? Doydun sen. Ben keselim. Hazır bizim ilişkide o burun kim olduğunu tabii. O ne oldu? Acı göz görmemiş. Ay yok zaten demeli. Ay bir video editlerini görmüyorum. Kabağımdakini yerim. Aklım hala yemedik yani. Dadlı yemeği yendi. Hisselediğim bu. Uşaqlıqdan bəri bu xasiyyətdir məndə. Dadlı bir şey yeyən kimi zümzümə eləyirəm özüm üçün və oynayıram yerimdə. Mən ora əsas tteokbokki yemək üçün getmişdim, amma dedilər tteokbokki yoxdur. Bir dahakına mütləq tteokbokki olanda gedəcəm. O qədər maraqlı gəlir ki, onun dadı necədir görəsə. Bayağı çok sosluydular ama ya. Öyle bir daha az sosluydularmışlar falan. Gibi. Ama Karayollarda görürsün böyle mi olur? Onlarda da böyle olur. Videolarda gördüm. Evet. Özüm sual verirəm, özüm də cavabını verirəm. Mani yetiyor. Böyle tam benimi doyurduran o şirin. Doyurma adamı. Aklımda da sen tersin. Niye o kadar şirin yani? Bu da acılı var. Bunu ben ağzımda canlı. Şirin. Bayağı şirin. Sana kalmıyor, bize başına bak. Yoksa suyu kaçmayacak. Ne yapayım Evet, lazım? sen de dinleyebilirsin.
Ramil bəy çox qəşəng, çox möhtəşəm, həvəs qaçırtmaq üçün evə. Mənə də pis. İncə kaçtı. Bakma. Dönülürüm. Tamam bunları yemedik. Kaça tane olar? Ha bizde hesabı gelsin. Buram bağlama gəlmiş. Saat 10'da bağlı. Saat 11 işləyir, hə. Bize göre bağlandılar. Tək deyildik də, belə küçükməsin. Bir tək deyil. Sonra sandıkça. Açıq sandığı telefon var. Analar günü hədiyyə. Burada havalardan, kurtka geyinməkdən falan şikayətlənirəm. Beləcə geyindik, getdik evə. Elə qəşəng makyaj eləmişəm ki. İstəmirəm silim, amma məcburam. Yatmaq lazımdır. Bir nəfər də aşağıdan durub məni izləyir. Mən elə wow bir... Aycan. Hə. Makyaj təmizləmə proseduru keçmirəm açıqcası. Çünki mən gündəlik makyaj eləmirəm, yəni ümumiyyətlə. Hər gün makyaj eləyən biri deyiləm. Aradakı fərqə baxın. Hər gün makyaj eləyən biri deyiləm. Ona görə arada bir eləyəndə də miselər ilə təmizləyib üzümü yumaq mənə kifayət eləyir. Bu qədər. Bu qədər. Bitdim. Bir dənəsi kifayət eləyir mənim işimi bitirməyə. Və wow bir makyaj olmadığına görə gözümdə. Gözlərimi güclə açıq saxlayıram. Yəni o qədər yuxum gəlir. Sırqalarımı da çıxardım. Gedir yatmağa. Bir saniyə kifayətdir mən gözümü yayındırım. Bir saniyə kifayətdir mən gözümü yayındırım. Bu uşaq nələrisə dağıtsın, söksün, töksün, tökməyi də bir tərəfə. Hansısa qadağan olunmuş bir əşyanı mütləq ağzına soxmalıdır. Bu kağız hardan tapır? Özləyim ona əli çatacağı yerlərdən hər şeyi yığışdırıram. Bu insan gedir, tapır, çıxardır. Ne oldu? Oturdum. Üzümü de yuyum. Belə, bu da günün sonu. Gedirik yatmağa. Sağ olsun kocacığım. Analar günü olduğuna görə, bilmirəm bizim ölkədə qeyd olunur yoxsa yox. Türkiyədə annelər günü hamı paylaşır deyə. Yəni dedik biz də ilk analar günümüzü qeyd eləyək. Paşasız. Gəlir paşa müəllimdə. Onu yatızdırım, mən də yatım. Bu videonu nə vaxt izləyirsinizsə artıq bilmirəm. Gecə izləyirsinizsə gecəniz xeyrə qalsın. Gündüz izləyirsinizsə xoş günlər arzu edirəm sizə. Hələlik.